Salam doktor, hər vaxtınız xeyir. Sizin sosial şəbəkələrdə pasiyentin həyatını xilas etmə videonuz artıq demək olar ki, bütün ölkənin gündəminə oturub, doğrudan da fəxr edici bir haldır. Bizim bax bu cür insanların taleyinə canfəşanlıqla yanaşan həkimlərimizin olması müsbətimizi. Baxın doktor, o anda nələr baş verdi? Bax o situasiyanı istəyərdik ki, bizim ekranlara da bölüşəsiniz və insanlar da xəbərdar olsunlar ki, hansı hissləri keçirdiniz? Çox gözəl. Demək, mən Müslümova Jalə Aqil qızı. Şirvan şəhər Mərkəzi Şəhər Xəstəxanasının 2-ci reanimasiya şöbəsinin şöbə müdürüyəm. Həkim anesteziyoloq reanimatoloqam. Yəni həkim anesteziyoloq reanimatoloqu deməkdir ki, çox ağır, çox şərəfli bir həkim peşəsi. Yəni bizim işimiz burada ölümlə həyat arasında mücadilədən ibarətdir. Bu anı da, bu işi də hər bir həkim, hər bir anesteziyoloq, reanimatoloq bacarır və fədakarcasına yerinə yetirir. O sözü gedən xəstəmiz 6 uşaq anasıdır. 6 körpə uşağı olan cavan bir gəlindir. Xəstədə qəfləti olaraq kəskin ürək ağciyər çatmaması, kardial ares baş vermişdi. Mavi kod çağırışla biz o xəstəyə yardıma getmişdik. Xəstə reanimatoloq qada tərəfindən cəmi şəkildə, tək mənim yox, hamımızın əməyi var o işdə. Yardım göstəriləndən sonra reanimasiya şöbəsindən qaldırılmışdır. Yəni, baxmayaraq ki, xəstə süni tənəffüs aparatında inatrop dəstəkdə idi. Yəni, xəstəni ani olaraq ürək dayanması monitor müşahidəsində qeyd edildi və xəstəyə mən tərəfdən ürəyin qapalı masajı 45 dəqiqə aparıldı. O, çox böyük bir mücadilə idi. Mən bunu özümə şamil eləmirəm, bu zəhmətin, əziyyətinin bəhrəsini. Bütün ağ xalatlara, bütün tibb işlərinə şamil eləyirəm. Çünki mənim yerimdə kim olsa bu addımı atardı. Heç kim, heç bir həkim, heç bir vicdanlı vətəndaş, Azərbaycan vətəndaşı, heç kim öz xəstəsini və yaxud öz yaxınının ölümünü qəbul eləmir. O anda bizim ancaq bircə fikir başında fırlanırdı ki, ilahi, bu geri qayıtsın, ilahi, bunun ürəyi işləsin, bunun övladlarına biz nə cavab verə bilərik? Anadır bu, 6 uşaq baxır. Yenə Allah Taala əməyimizi boşa çıxartmadı. Həmin xəstə geri döndü. Ürək ritmi də bərpa oldu, tənəffüs sistemi də bərpa oldu. 10 gün reanimasyon palatada yatdı, reanimasyon tədbirlər aldı, intensiv terapiya və özü öz ayağı ilə öz doğmalarına, ailəsindən qaytarıldı. Biz adətən bu cür görüntüləri xarici filmlərdə görürük. Orada bir diqqətimizi çəkən məqam oldu ki, orada stula çıxırsınız orada və başlayırsınız qəlb masajına. Yəni orada elə bir nüans yaşandı ki, mən masaja başlayanda boyumun həmin yardım üçün kifayət eləmədiyi üçün, özüm üçün şərait yaratmaq üçün məcbur oldum, stolun üstünə çıxdım və oradan da yardımımı elədim. Ki, və elənlər reanimasyon yardımlar yəqin ki, effektli, səmərəli olduğu üçün də həmin xəstə öz sağlamlığına tamamilə qovuşa bildi. Yəni, bu mənim tək mənim əməyim deyil. Bu, reanimasiya şöbəsinin, bütün işçilərinin, bütün ağ xalat giyən, tibb işçisi adı daşıyan hər bir şəxsin əməyinin bəhrəsidir. Təbii ki, bu Azərbaycan səhiyyəsinin də bir Azərbaycan səhiyyəsinin, Azərbaycan həkimlərinin, Azərbaycan tibb işçilərinin əməyinin bəhrəsidir. Təchizatımızın vaxtında olması, bütün komandanın normal konveyerusuna işləməsi nəticəsində o xəstə həyata qaytarıldı. Bəli, orada videoda da görürük ki, bütün belə deyək də tibbi heyət, yəni ardıcıllıq olaraq hər bir şeyi qaydasında elədi və bu gün də şükür Allaha xəstə hələ həyatı. O xəstənin, hələ orada pərdə arxası bizim qəhrəmanlarımız da var ki, hansılar ki, orada yoxdur. Ancaq onun orada əməkləri var. Məsələn, bizim orada, belə deyək də, şöbənin, həkimlərimizin əməyi var orada. Orada bizim böyük tibb bacımızın əməyi var orada. Orada bizi dərmanlarla təchiz eləyən, avadanlıqla təchiz eləyən, rəhbərliyimizin əməyi var orada. Bizi daim diqqətində saxlayan, bizi yəni belə deyək də nəzərindən əskik eləməyən təbibimizin əməyi var orada. Çox sağ olun, xüsusi təşəkkür edirik ki, bax, belə bir çətin bir şəraitdə düzgün qiymətləndirmə aparıb, xəstəyə deyək, yəni birinci Allahın sayəsində, sonra isə sizin səyiniz sayəsində həyat verildi. Biz də sizə təşəkkür edirik müsahibədən dolayı. Çox sağ olun. Sağ olun.